Sağla solu birləşdirək, sonra o birlərini əlavə edək də. O iki tane şu uzak var ya. Onu düz uzaklı şu uzak kimi gör. Bura koy. İki tane de yumruları belə dilim kimi böl. Belə böl. Hər dəfə bunları elədikcə skrin elə özün üçün bir papkada saxla. Ki təzədən kopyası düşsə yaza bilər. Başlayalım Bəli. 101. Başa düşdüm. Mən bir dənə 104-də C-yə baxa bilərik mən. 104'ün Variantları yoxmu? Vaxtım olmadı. Yox, 104-ün C-sini. hə, nə harmon yoxlayım. Ya alınır axıza. Orada da eyni şeydir məncə. Yox, yeni şey deyil. Oval məsələsi var. Ha, Burada bu düz budaqlı budaqlar var. Hər tərəf görsən düz. Onun burada harda bəli. yaradılır? Hər tərəfi yumrudur bak. Üst tərəf yaratmaq şansın yox. Bak iki tərəfi yarattın, yumru olur hər tərəf. Olmur. Hı. Bir dənə o üç buzağın tərəflərinə görə olur. Bənzəyir bənzəməyinə, amma yumru tərəf yaradır. Yumru tərəf imkan vermir. 101-də kvadratları fərqidir, ay yoldaşlar. Əgər fiqur verib, rəqəm veribsə də, birinci o fiqurun tərəflərinin sayını yazın. Bu 6 tərəflidir, bu da 3. Bildiyin qeyri-aşkar operatordur. 6'nın kvadratının üzərində 3'ün kvadratını yaz. 45. Sən də 6'nın kvadratının üzərinə 4'ün kvadratını gəlirsən. 16, 36 bu, 16 da bu. Toplasan, eləyəcək əldə şey. Başqa? 107. 105. 105, 107. Tamam. Hə, mətnin məntiqi təhlili. Bundan da 2 dənə belə sual verirlər. Belə tək mətnlərdən. Burada bizə əsas 4 dənə şəxs önəmlidir. Şəxsin bir dənəsi misalın həllində rol oynamır. Deyirik, astronomikada bir dənə qız dayanıbdır. Sırf 5-ci variant yaransın deyilən onu veriblər, amma misalın həllində rol oynamır. Adi bildiyimiz sxem çəkəcək buna. Bəli, qurdum. D dayanacaqda 4 nəfər əyləşib. Kimdir? Nənədir. Sonra qızdır. Oğlandır. Bir də kişidir. Eyləşdir. Bunun belə maketini quraram. Dört tane yer ayırdım. Tamam, buraya yazıram nə? İt, Yazdım iyi. Sonra uşaq, gül, uşaq. Yəni nə? Qazet. D dayanacağın yanında tələbə qıldırıb qoydum. Nənənin deyə əlindəki nə it, nə də ki güldür. Nənədə, itə də, gülə də bir dənə minus qoyuram. Əlində qazet tutan adam, cavan oğlanla qucağında uşaq olan deyə adamın arasında əyləşir. Əlində qazet tutan adam, bir də ki qucağında olan uşaq. O cavan oğlanda deyil, düzdürmü? Cavan olan biri bir tərəfində durub, biri də bir tərəfində durub. Cavan oğlanla qazeti çıxarsan, cavan oğlandan uşağı da çıxacaqsın. Çünki həmin şəxslər bunun böyür başında durub. Eynəkli kişinin əlindəki nə qazet, nə də ki it deyil. Kişidə nə it deyil, nə də ki qazet deyil. Cavan qız eynəkli kişidən solda, gül dəstəsi olan adamdan sağda əyləşib. Deməli, cavan qız, eynəkli kişi, bunların heç hansının əlində gül dəstəsi yox. Çünki o adamların solunda, sağında oturublar. Cavan qızdan gül dəstəsini çıxacağım. Eynəkli kişidən gül dəstəsini çıxacağım. Onda gül dəstəsi kimə qalır? Hamısına minus qoyursan, bir dənə oğlana qalır. Bax, gördük ki, bütün xanalara minus qoyursan, bir dənəsi boş qalıb, o onun payı. Bunu götürəndən sonra o biriləri minus qoyuram. Baxdım, kişiyə nə qalır? İt olmaz, gül olmaz, qazet olmaz, birini götürməliyəm axı, uşaq. Bu uşağı götürəndən sonra da nəniyə nə qalır? Qazet. Qıza nə qalır? Bizə nə deyir? Uşaq kimin qucağındadır? Uşaq kimdə idi? Kişidə. Başa düşdük. Bəli, müəllim. Sonra 107. 106 var idi deməli. 106, 107. Tamam, baxın. 106'da bax,
Birinci sətirdən ikinci sətrə keçərkən, bax buradan bura. Nə dəyişkən yolu? Hamısı yerində qalıb. Bir dənə bu başdaşını götürüb neyini? Tərsinə çevir. Bəs ikinci şəkildən üçüncü şəklə keçərkən nədir dəyişiklik olur? Bir dənə bax buradakını götürüb tərsinə çevir. Düz. Digərlərini də eləyəsən. Bax, buradan bura keçirəm deyilən. Bir dənə burada gördüyün şu uzaq var, onu tərsinə qoyarsan. Qalan hamısı yerində qalacaq. Başa düşdün? Bu da hansı variant olur? Bir dənə bunu tərsinə çevirəcəm. Bəli, müəllim. Tamam. Sonra 107. Əgər yaş məsələsi olsun, ədəd məsələsi olsun, ümumiyyətcə məsələdə hasil deyirsə də, tez birinci onu sadə qruplarına ayıracaq. Sadə qruplarına ayırmaq, birinci onu başdan 2-yə bölmək. Olmursa 3-ə, olmursa 5-ə, olmursa 7-yə, 11-ə və s. və ilə. 648-i gəl sadə qruplarına ayıraq. 648 2-yə bölünüb, bölünüb. 3, 2, 4. 2-yə bölünüb, bölünüb. 16, bu da 2. 2-yə bölsən 81. 3-ə bölsən 27. 3-ə bölsən 9. 3-ə bölsən 3. 3-ü də 3-ə bölsən burada qalar 1. Bu sağ tərəfdəkini görürsən. O bizim 648-in sadə qruplarına ayrılmağıdır. Yəni 648-i belə yazdık. 2 vur 2, vur 2, vur 3, vur 3, vur 3, vur 3. İndi buradan sən anaya bir də ki 3 dənə eksi yaş verməlidir. Sən deyir. Özü deyir, anaya elə yaş verir ki, ananın yaşı 81-dən nə olsun? Az olsun. Əgər mən ikizlərə bu 3 dənə 2-ni versəm, onda anaya yerdə nə qalır? Bu 4 dənə 3-ün hasili. O da 81 edir. Bax, bizə deyir 81-dən az olsun. Deməli, bunu eləyə bilmərəm. Onda dala qayıdıb, ikizlərə nə verəcəm? İkiz deyirsən də ağzında, eyni rəqəm olmalıdır. 3-ləri verə bilərəm. İkizlərə bu 3-ləri versəm 3 dənə. Bunun üstünə xətt çəkəm, bax. Yerdə qalan pay ananınçıdır. 2-də 2, 4, 4-də 2, 8, 8-də 3-ə vurdum, 24. Deməli, ananın neçə yaşı var imiş? 24. Bizdə nəyə sortur? Bir ikizinin yaşını, o da 3. Aydın oldu. Bəli, müəllim, təşəkkürlər. Başqa? 8 var müəllim. 108. 108 3 cürdür və son 2 ildə də qəbula düşübdür. Yenidən düşə bilərmi? İstəsə verə bilər. Bu, məncə, axırıncı imtahanda da var idi. Səhv eləmirəmsə. Bəli, burada müəllim. Bəli. 2023-də də düşübdür. Deməli, burada üstür baxır. Bu misalda yox, ha, ümumiyyətcə üstür baxır. Bu misalda isə belə baxır. Aşağı deyir, ox düşəndə bölmə əməliyyatıdır. Yuxarı ox qalxanda vurmadır. Bölmədir, bu da vurmadır. Həmin bu prosesi baba belə yazdım. 6 bölü 3 vur 10, böl 5, vur 8. Görə həqiqətən 35 verirmi? 6-nı 3-ə bölsən 2, 2-ni 10-a vursan 20, 20-ni 5-ə bölsən 4, 4-ü 8-ə vursan 32. Deməli, düz yoldayım. Ox aşağı düşəndə bölmədir, ox yuxarı qalxanda vurmadır. Aşağı düşəndə bölmədir, vurmadır. Eləyim yoxsa yox? Xeyr, müəllim, başa düşdüm. Əla. Başqa. 110 müəllim. Bu çap yerinə yazılanları belə sualı tələssüzlər eləməyən görə bilmirəm. Əgər arada sual qalsa deyərsiniz. Tamam, qrafik sualından bağlı test tapşırığı bu il səfərki imtahanda 1 ya da 2 dənə sual düşəcək. Amma biraz cədvəl formasında düşəcək. Baxın, burada nə yazılıb? Grafikin həmişə belə qrafik sual verəndə bir burasına baxın, bir də burasına baxın. Görün nə verirsə. Məsəl üçün, şərtdə sağ ay deyər, burada sağ illə verər. Və ya burada ayla verər, şərtdə səndən illə soruşar və s. və ilə. Bura 100 verir. Bu deməkdir ki, buradakı ədədlərin yanına 2 dənə 0 yazasan. 100-də 2 0 var. Bura 1000 verir. Bu deməkdir ki, buradakı ədədlərin yanında 3 dənə 0 olmalıdır. Deyir ki, qrafiklərə görə 2006-cı ildə metro və avtobus sərnişinlərinin sayı arasındakı fərqi tapın. Səndən yalnız 2006-nı sorsa, gedib yalnız 2006-ya baxsan. 2006-da burada nə yazılıb? 60, yanına nə yazasın? 2 dənə 0. 6000. 2006-da burada nə veribdir? 30. Yanına nə yazasın? 3 dənə 0. Bir bunların fərqini tapın. Bu da nə deyib? 24. Bu qədər bəs. Başqa. 115.
114. 114-də sadədə yanaşma olar, mürəkkəb də yanaşma olar. Sadə yanaşma ilə testin cavabı çıxır və son 5 ildə, 6 ildə düşən imtahan suallarından biridir təkrar. Yerindən düşə bilərmi? Bəli, emal edə bilər. Səsim aydın gəlir, problem yoxdur. Bəli. Bəli. O bazalı tələbələrini qəşəng cavab veriblər deyəm. Çox tez işləmişlər. Başda variant 14-də qutarandan sonra əla. Onlar elə bir işləyirlər 2024, 25, 26-nı. Elə bir sonları var 2020-dən 26-ya kimi nə qədər? 2 variantda olur onlar. Bunlar kimi bir variantda olur. Ən üst, ən kalite elə bir hissəsi oradır. Qəşəng cavablar veriblər deyəm, mənim də əhvalım yaxşıdır. İnşallah siz də elə olacaqsınız. Görək. İmtahanda 85 baldan aşağı nəticə göstərənlərin sayı imtahan verənlərin düz 75%-ni təşkil edir. Tamam, 85 baldan aşağı. Neçə faizdir? 75%. Bir də 85 bal eləcə toplayanlar var. Onlar da neçə faizdir? Faiz verir. Bu 18 nəfərdir. Bax, biz bununla, bu şərtlərlə, bu misala minimum tapa bilərik. Minimum. Və bununla da misalın cavabı çıxır. Kənarda isə beyninizi dolaşdırmasın. Misalın dərinliyinə geçsə nə edirlər? Bax, 85 baldan yuxarı da yığa bilər. O ehtimal da var. 85 baldan aşağı dəqiq link istəyirlər. Baxmamışam onu. Mənə də link at, yaxşıdır. Dəqiq o bilən link atı müdür? Tamam. 85 baldan aşağı özü verib, 75%. 85 bal yığanlar 18 nəfərdir. Bir də nə ehtimalımız var? 85 baldan yuxarı. Bu ehtimal da var da, yuxarı. Bunların sayını x götürüb. Deməli, o ki 100%, misalı həll edirəm elə, yuxarıdakını. 75% budursa da, başqa heç də yoxsa da, buna neçə faiz qalır? 25%. Tənasübünü qurarsan ki, 25%-ımız adam olaraq 18 nəfərdirsə də, bəs 75%-ımız nə qədərdir? Biraz fərasətli olur. 75-25-in 3 qatıdırsa da, adam baxımından 3 qat çox olacaq. Yəni 18-i 3-ə vura bilərsən, 54. Və ya onu bilmirsənsə də, bu şəkildə edə bilərsən. 75 vurulsun 18 bərabərdir, 25 vurulsun x. Buradan bundan bunu x tərəfləri 3, yenə də eyni şey deyirik. Eləyər 54. Tapıram ki, nə qədər mi eləyir bu? 54. Elə bir ki, bundan ibarətdir. Bax, misalı. 18 nəfər bu, 54 nəfər də bu. Toplayanda neçə eləyir? 72. Deməli, minimum 72 nəfərimiz var. Bəs maksimum biraz çox tapa bilərikmi? Tam da maksimumunu tapa bilməzsən, amma istəsən maksimuma yaxın bir şeylər tapa bilərsən. Bax, buradakı var, 25 baldan yuxarı. Onun sayını mən bilmirəm və o haqda da məlumat yoxdur. Nə qədər istəyirəm götürə bilərəm. Məsəl üçün, nə götürüm bura? 7 götürüm. Bu ikisi bir yerdə neçə edir? 25%. Onda 18 ilə 7-ni toplasam nə edir? 20. 20-miz 25%-sə də, bəs 75-imiz nə qədərdir? Bunun 3 qatılsa da bu olur 60. Onda 60 da budur. 60 budur. Yox, 60 budur. 25 də budur. Neçə edir? 85 nəfər. İstəsəm bunu çoxalda bilərəm. Məsələn, bunu neyini? Neçə gəlmişsin? Məsələn, bunu 17 götürərəm. 17 götürsən. Bax, elə bir 2 dənə qiymət verir. Belinizi dolaşdırmaz. Bu misalın cavabındır. Amma misal dərinləşdirsə belə eləyə bilər. Ta ki, bura bu səfər götürdüm 17. 17 götürsəm, 17 ilə 18 neçə edir? 30. Əgər 30-umuz 25%-sə də
Bəs 75%imiz nə qədər? Bu da bunun 3 qatıdır deyilən 90. 90 bu 30 da bu. Neçə olacaq? 120. Gör bax nə qədər istəsəm, bunları çoxaldıb sayını bax maksimuma çatdıra bilərəm. Yəni gedə bilər yuxarıya doğru. Görə nə soruşur bizdən? Bilirsən, müəllimlərimizin bəzi problemi nədir? Eləcə testin üzündən də baxır, variantları budur. Gəlsən atsan imtahanda ki, yox, başqa bir şey soruşmuş. Baxın, ikinci turun imtahanı, birinci turun imtahanından fərqi nədir? Amma bu sizi qorxutmasın. İkinci turda müasir ideyalar daha çoxluq təşkil edir və imtahan suallarının sualı dəyişdirilmiş versiyada olur. Birinci turda qəbul suallarına 70-80% üstünlük verilir və cavablar belə dəyişdirilmir. Amma birinci turdakı suallar vaxt aparan olur, ikinci turdakı suallar vaxt aparan olmur. Ya yazıla bilən sual olur, yazacaqsınız, ya da ki, ümumiyyətlə elə bir ideyadır ki, ona heç kim yaxın gedə bilməyəcək. Yəni, buna bazalı da yaxın gedə bilməyəcək, buna bazası da yaxın gedə bilməyəcək. Bu sizin üstünlüyünüzdür. Aydındır? Yəni, elə bir bərabər şəkildə imtahana girəcəksiniz, az fərq edəcək olanın aranızdakı. Kimin ideyası güclüsə də o müasir testlərə girişə biləcək. Yoxsa da səndən bərabər bal toplayacaq. Ən azı 55 nəfər 85 baldan aşağı nəticə göstərdi. 85 baldan aşağı ən azı nə qədər? 55 nəfər. Yox, ən azı nə qədər tapdıq buna? 54 nəfər 54. tapdıq. Bu doğru fikir deyil. Ən çox 100 nəfər imtahan verib. Ümumiyyətcə imtahan verənlərin sayını heç bir misalda tapanmasın. Bəlkə 2000 nəfər adam girib. Bizdə bal yığanların sayını verib. Ən azı 72 nəfər imtahan verib. Düz deyil. Ən azı 72 nəfər. Düzdürmü? 18-ə 25% götürdük. 75%də də 54 tapdıq ki, 54-dən 18 70 edir. Bu doğrudur. Ən çox 7 nəfər 85 baldan yüksək nəticə göstərdi. Xeyr. İncək bax 17 verdi. 7-dən böyük. İmtahan verənlərin sayı 85 deyil. Bax, bu vəziyyətdə 72-dir. Bu vəziyyətdə də imtahan verənlərin sayı 85 deyil. Ola da bilər. 85 niyə? Ola bilər də. İmtahan verənlərin sayı 85 deyil. Amma konkret deyə bilməzsən abi. Deyə bilərəm. 18 nəfər budur. Özündən 85 baldan yuxarı yığanları 7 götürsəm. 7 ilə 18 neydi? 25. Buranı niyə yazmışam burada? 18 ilə 7 neçədir? 20. Ya da düz yazmışdım. Bu 7 idi, bu 18 idi. 25 eləmir mi? 25 nəfərimiz 25%-dir. 20 nədir? 25 nəfərimiz budursa da 25-dirsə də. Bu da bunun 3 qatı olmalıdır. Bu da edir 75. Bununla bu edir 90-100 nəfər. 85 verəməzsən. 85 vermək olmaz. 85 verməkdən ötəri gərək bu nə olsun? Bunu ilə rəqəm götürsəm adam sayı düz çıxmayacaq. Bu rəqəmi buranda niyə demirsiniz? Yaxşı, mən nətər edeyim ki, bu 85 alınsın. 85 alınmaqdan ötəri bundan nə rəqəm verərəm mən? Taş bunu 5, 7-dən aşağı verməliyəm. 200 olmaz. 7-dən aşağı taş 4 versəm. 22-miz budursa da 25%. 75% bunun 3 qatıdır. 66 olur. 66 bu, 23 də bu. 88 edir. Yaxşı, 3 versəm buna 21. Bu da bunun 3 qatıdır. 63. Düz. 63 bu. 21 də bu. 84 edir. 85 alınır. Nə rəqəm versən 85 alınır. Ya 84 alınır, ya 100 alınır, ya da 88 da belə bir şey alınır. Düz deyir, bax burada. 3-dən 5. Beliniz dolaşdı eləmi? Alo. Mənim yox, bunu bir dəfə dərsində mən soruşmuşdum, izah eləmişdiniz. Yəni bunu mən 5-i məcburiyyətdən bu 85 baldan yuxarına rəqəm verməliydim. O da 85 alınmağı mümkünsüz bir şey. 84 alınır, nə bilim, 100 alınır, cüt rəqəm alınır elə bil adətən. 85-in alınması üçün gəlir ora mən elə bir rəqəm verəm ki, 18-dən toplananda o da mümkünsüz bir şey. Çünki bu ikisi bir yerdə 25%'dir. O birisi də. Bax bu 25%. Bu da 75% elə.
Bunun 3 qatıdır. Elə bu 3x-dir. Bu da x-dir. Bu da bir yerdə neçə edir? 4x. Bax, nə say verirsənsə ver, bu ədəd 4-ə bölünməlidir. 85 də 4-ə bölünür. Bunun yerinə 95 də versəydi 4-ə bölünür. Yəni, bura verdiyi rəqəm, məsəl üçün desək 88-dir, düz deyil. 4-ə Müəllim, bölünməlidir. əslində orada siz demişdiniz ki, biz bu minimumdan işlədiyimizə görə 85 götürmürük. Ona görə onu elə götürmüşdük. Hə, O bu biz məsələn 70 nəfər olur, 85 nəfər olmur. Lap isbatı da bax buradakı kimi. Çünki siz Ehtiyac bunu yoxdur, özünüz məsəl üçün sən bu isbatı bilməyə. Prosta yəni dedim ki, belə əslində tapdı. Ölçəranə yox. Bu minimumdan Bəli, işləyir. yəni yuxarıya saysa 85 olmur. Yuxarı ilə işləyəndə məsəl üçün 70 odur, yəni maksimumu bu qədərdir. Minimum bu qədərdir. Maksimumu tapa bilməzsiniz. Çünki ədədləri aşağıda verdikdə ədəd böyüyə-böyüyə gedir. Yəni 85-in də olmağı mümkünsüz bir şeydir. 4-ə bölünən ədəd oldu. 3, 5. 3-də kopyası düşəcək. Bax. Yadınızda saxlayın. Hə, 3-5-i yadınızda əzbərlədim saxlayın. elə. 3-5-i yadınızda saxlamayın. Bu cərgədə veriləni yadınızda saxlayın. Onların yerini dəyişə bilər. 3-ü gətirər 4-ün yerinə qoyar. Yaxşı, Hə, mən vaxtınız çox 72 keçdi. nəfər imtahan verib 85 verməyib, onu yadımızda. Hə, 85-in yerinə məsələn 95 də desə yenə doğru cavabdır. Yəni düz deyir də, yəni olmaz. Sonra 123 var müəllim. Tam 115. 118 bir dənə. 115. Duruşlarınla adətən tapma olur bunları. Bizdə bu nə deyim buna? Yolka. Yolkanın bucaqları nəyə baxır? Yarısı qarı, yarısı oğlana. Düzdür. Bu deyir qarıya baxır. Elə baxmıraq, bunun burasına baxmalıyıq. Bəli. Ümumiyyətcə, burada yolkanın başı nə buna, nə buna baxmır. Küsürlər bir-birinə. Həm də ki, bu iki dənə üz bir-birinə nədir? Qonşudur. Bu da deyir ki, əks. Və bu yolka qaralı ağlıya baxanda quşbucaq harda olur? Solda. Bu niyə aparıb sağa verib? Başqa dənə nəyiniz var? Qara buna dəyir. Buradan da bu qara, bunu belə eləsən, bunu da belə eləsən. Hə. Budaq belə gedəndə, bu yolkanın burası. Bunun burası qara olmalıydı, burası ağ olmalıydı. Bu da sağ tərəfdə olmalıydı. Bu da səhvdir. Bunun qarası burada, ağı burada olmalıydı. Çünki orijinal duruş deyilədir. Bu da ona görə səhvdir. Cavab Y variantı. Böləm düzdür. Gördüyüm bu üç dənə şəkil var. Bu. Bunu 90 dərəcədə bir dənə sağa dağışır, qoyunun üstünə böləm düzdür. Asan idi bu. Bunu tapa bilərdim. Ben kubları çok berbat. Yəni heç bir fantaziya eləmədik, başa düşdün? Bu bəzi müəllimlər deyir, beynində canlandır, bu ehtiyac yoxdur. Qaydalarla ev öhdəsindən gəlmək olur. Bazar günü klubları keçirəcəm sizə. Müəllim, mən bunu heç vaxt canlandıra bilmirəm, ancaq qaydaları bilirəm. Hə, ancaq qardaş, mən də canlandırmaq beynimdə var məndə canlandırmaq. Prosta yəni ehtiyac elə durmamışam mesela. İmtahanlarda da gelib iştirak edən, yəni qaydalarına çıxır həmişə. 117, 118. Mən Bax 118-i 4 dənə kvadrata böl, bax buna. Bu kvadrat buradadır bax. Köçürdü bura. Orada nə görsənsə bax belə türmə kimi aşağı çək. Bunun altıdır bax görsən. Burasıdır bax. Onda bu hissəyə də bunu verəcəm elə. Köçürdü belə bunu onu ora. Heç bir fırlatmazlar da eləmədi. Ağdır. Bunun burası nədir? Şurada. Doğrusunda fərqli rənglə çəkim daha aydındır. Bunun da burasındakı bu kvadratda nə görürsənsə də olduğu kimi elə bir əlinlə götür bura. Bunda burasına nə düşür? Bunlar nədir belə? Dairələr. Dairə kök. Bunda burası nədir? Yarısı qara. Bax bir bu göy yeri götürürsən, bir də bu qırmızı yeri. Sən testini cavab. B. B'dir müəllim. B deyil. B. D çıxıb müəllim. Yox, axı müəllim. Dedi. Eyni şey çəkdim də bura. Yox, B çıxıb düzdür. B deyil, dedi.
Məncə D çıxıb, mən də D yazmışam. Yəni yoxlayanda düz qoymuşam. Bax, bu deyil mi? Kırmızı da budur. Ve bunun altıdır. Böyle dikkatli olun. Bu da bunun yukarısı da olduğu için. Böyle dedi. Hə, Yəqin tələs yox gözünüzdə yəni. Başqa tez eləyin. 19. 120. 19 da var. 19 90 dərəcə fırladı. Bitişik şəkildə. Bu iki dənə şəkil bir-birinə bitişib bax belə. Aralarını ilə bağlı. Bunu 45-45 sağa bir dəfə 90 dərəcə vursan, bu alır. Bunu da sağa bir dənə 90 dərəcə vur. Amma bitişik şəkildə tək-tək baxmısan. Bunu 90 dərəcə sağa vursan, A variantı. Ayrı-ayrı baxma, dolaşdıracaq səni. Bitişik şəkildə bax, 90 sağa elə. Bu kainatda da var idi elə bil. Bəli. Sonra 120. 120. o zəhləm ciddi yüzdürmüşlər. Dedi, nətər yığırıq bunu? Bunun arasına qoyaq. Mənim sağdakını ters çevirip onu ikisinin altına koysak. Bunun Üstteki ikisinin altına. burasına. Aha. Ben elədim, düzgün aldım. Bildiğimi onu canlandırmaq var. Belə Mən bu də. tip sorular işləyə bilmirəm heç. Heç mi işləyəmir, Səhv razı olsun. yazmamışam. Yəni, bu çətindir. Mən məsəl üçün imtahanı balazada kvadrat olsa bir salafan aparıram. Ya bir salfetka üstünə qoyuram hissələr. Çəkirəm dənəsini. Dərsini keçəndə atmışam bunun videosunu. YouTube'da izah eləmişəm failin üzərində nətər edirlər. İndi fail qoymasa da salfetkanın üzərində. Bəli. Bunun burasını, yəni ən yaxşı yolu ya da kimsə güclü fantaziyası olmalı. Çünki sulu yox. Qayçıyla kəsib töküb deyə get birləşdir. Kaç bunun burası Bəli, orada ən başda ona baxanda əslində tapmaq olur buna. kənarlarından, bəli. Bəli. Çünki ondan başqa heç nə alınmır. Bildimi onu eləyirsən. Prosto indi gəl burada çək. Yəni, çəkmək olmur da variant yazırıq. Çəkmə problemi. Tutaq ki, bunu belə qoysan bura. Bunu. Bunu. Bunu burasını ara qoyuram. Belə. Uşadılmış. Belə. Sonra Uzundurazda belə biraz bu tərəfə meyilli olmalıydı da. Trapezdə. Elə bu nazik dolarların arasına verdim da elə. Başdan elə. Bura verib buranı kapadıram. Bunu götürdüm. Burasına verirəm. Yaxşı olardı ki, onu bir peşə çəkin. Onu bunun burasına verim. Trapezyanı nətə verim. Trapezyanı qoy buradan verim belə. Buradan verim. Araya bir nazik dolaq salar. Bunu da bunun burasından verim. Həmin bunu. Desin yaxşı alınmadı. Biraz ölçülərdə fərq edə bilər. Bəli, mən başa düşdüm Daha da təxminini. burasına verirəm belə bir. Təxmini bir şey çəkdim. Və adsa söhbət edir. Yəni yönü yöntəmi yoxdur bunun. Bəli. Yəni göz yaddaşını yadda saxla ya da skrin elə ki, yəni bu stoklar olanda bu aldı. İnşallah kodlar düşər. Başqa 120. 120. 120 neçə? 120'nin özü. 120'nin özü. Bu ikinci səfər bizim qabağımıza çıxır. Yuxarıdan bir zərgiyə baxıb, aşağıdan da bir zərgiyə baxıram. Bax, buradan bir zərgiyə baxıram, bundan da bir zərgiyə. Ortaqların üstündən xət çəkirəm. Bu 3 ilə bu 3 gedər. 8 ilə 8 gedər. Bu 6 ilə 6 gedər. Burada nə qalır? 4. Burada nə qalır? 6. Arasında nə qədər fərq var? Deməli, yuxarıdakının üzərinə 2 gələndə aşağıdakı gedir. İndi bunun ikincisinə baxın, bunun aşağıdan ikincisine baxın. Ortaqların üstündən xət çəkirəm. 8. Bununla bu 7 gedir. Bununla da 2 gedir. Yuxarıda 3 var. Aşağıdakı bunun 2 artığı olmalıdır. Yəni 5. Başa düşdük. Ay müəllim, bunun amma iki qaydası var, hə? Yox, elə budur. Bir var idi, yuxarıdan aşağı gəlirdi, bu tərəfdən də aşağıdan yuxarı. Elə bir testdə işləmişdim, yəni buna uyğun.
Ən yaxşı üsulu budur Gönçə xanım. Ümumi toplama da var elə bir. 15 Hansısa məsələn kitabda verə 19. bilərlər, amma Dövlət İmtahan Mərkəzinin standartında budur nə? Yəni hansısa bir kitab özündən bir şey kəşf edə bilər. Bunları toplayıram, tutaq ki, 100 eləyər, bunları da toplayaram 100 eləyər. Amma indiyənə kimi imtahana düşənlər Dövlət İmtahan Mərkəzinin standartında olanlar izah elədiyim kimi. Bizə də standart lazımdır, müəlliflərin fikirləri yox. Başqa 125 var müəllim. 125. İndi məsəl üçün qeyri-aşkar operatoru keçir də müəllimlər. 70-80%-dən soruşsun, Dövlət İmtahan Mərkəzinin standartı nətərdir bilmir. Dediyi hə, belə vur çıx, böl gedəcək. Yox, onun da özünün bir standartı var, bir çərçivəsi var. Əgər verilmiş ehtimal sualı bu, sadə şəkildə, prostoy şəkildə bir cümlədən ibarət olarsa kombinizon. Nədir kombinizon? Kombinizon 6 nəfərdən 4-ünü seçməliyəm. Və ya 6 nəfərdən 4 qrup düzəltməliyəm. Böyük rəqəmi bura yazıram, kiçik rəqəmi bura yazıram. Kombinizonu taparkən böyük ədədin faktorialı yuxarıya yazılır, aşağıya bu ikisinin fərqinin faktorialı, vurulsun kiçiyin faktorialı olur. İndi həm prosesi yazıram. İndi bunu bir dənə də aranjmanla nəfər çevirə bilərik, onu deyəcəm. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5 vurulsun, 6. Aşağıda 6-dan 4 çıxanda 2, 1 vurulsun, 2. Burada 4 faktorial, 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4. Bu 1-dən 4-ə ilə 1-dən 4-ə gedir. 6 və 5-in 30-u 2-yə böləndə eləyir 15. Bu aranjman. Bəs yaxşı, necə olardı ki, bu misal aranjmanla həll olunardı? Bax, bir dənə mötərizə sardı və ya əlavə belə bir cümlə verərdi. İkisi qız olsun, ikisi oğlan olsun. Və ya bir qismi əlaçı olsun, bir qismi zərbəsi olsun. Çünki sənin qabağına birinci cümlədən əlavə şərt qoyursa da, bu aranjman. Olacaq aranjman 6-dan 4. Aranjmanın kombinizonunda bir dənə fərqi var. Yenə 6 faktorial, yenə aşağıda bu ikisinin fərqinin faktorialı. Bitdi. Kombinizonla aranjmanın fərqi odur ki, kombinizonda bu balacanı aşağıda bir dənə vura olaraq faktorial kimi yazsın. Amma aranjmanda böyük bölünsün, böyüklə kiçiyin faktorialı. Bu zamanda cavab alınardı 30. 30 yox. 2 böyük alınardı. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5 vurulsun, 6. Bölünsün 2 faktorial. Yəni 1 vurulsun 2. Gör nə qədər fərq edir. 6 və 5-in 30. 30'u da vursam 12'ye 360. Niye bu belə olur? Niye bu belə olur? Bax deyir ki A, B, C, D. Sağ deyirlər ki, bunun içində 2 dənə hərf seç. Deyirsən ki, A, B. Kombinizon budur. Amma aranjman deyir ki, bunun içində 2 hərf seç. Deyirsən A, B. Deyir, birinci hansını götürdün, ikinci hansını götürdün. Deyirsən A, B, A. Və aranjman bu deməkdir. Kombinizon bu demək. Kombinizon prostoy. 2 hərf götür. Allah baran birinci A-nı götür ya B-ni götür. Fərq eləmir onun üçün. Amma aranjmanda fərq eləyir. Deyir ki, diqqətli ol. Birinci A-nı mı seçdin, yoxsa B-ni mi seçdin? Sən deyirsən ki, ehtimal var. A, B-ni seçə bilərəm və ya B, A-nı seçə bilərəm. Aydın olur. Bəli, müəllim, başa düşdüm. Tamam. Yəni qız oğlan fiili burada adiyyəti yoxdur da, yəni əsas orada verilən rəqəmlər də 6 ilə 4. Ay soru, hə, yəni o aranjmanla kombinizon olmanın hesablamasında, yəni orada desə ki, qız var, oğlan var, bir dənə hesablamada nəzər alacaqsın. Yoxsa yəni qızın, oğlanın olmağının elə çox fərqi yox. Bu dərin Aynen. misallar isə yoxsa düş. Ehtiyac da yox. Sonra 128 var müəllim. 128, 127 bak. 27, 28. Yaman zəif gedirik. Müəllim, sizin aranjman dediyiniz permutasiyadır, hə? Ay sağ ol. Prost mən köhnə adətlə gedirəm. Bir də onun permütasyon deyil, sonra onu deyilən ki, belədir. Elə aranjman qalmır. Vərəq bütövüydü. Bunu belə qatladım. Daha sonrası yuxarıdan aşağı qatladım. Bax, bunu yuxarıdan aşağı qatlayanda fikir ver. Vərəqin bu hissəsi var ha, o burası. Onun altı boşdur.
Yani burada ne kəsik olacaqsa da özünlə bərabər aparacaq. Buna diqqətli oluruq. İndi ən axırıncı səfər belə qatlayıbsan elə. İndi bax buradan götür, bax buradan. Bu hissəni, bax o buranı. Yuxarıya doğru at. Burada kəsik var ha. Bunu yuxarıya doğru belə güclü əks eləsən, bu az-azda gəlir. Buradakı bu kəsik belə olur. Buradakı bu yumru isə gedir başa. Olur belə. Sonra nə edir? Sonra isə belə qatlamışdı elə. Belə qatladığına görə, bax burada gördüyüm bu uçqudan, bu uzundan tutub belə dartasın. Çəkərsən aşağı. Həmin hissədə bax budur. Bax, göynə rəhlədiyim yeri. Əslində bunun burası yox, burası o, bu hissəsi lazımdır. Rezervi dairədən götürəcəm. Bu hissə var. Bu. Bunun bu ucuna götür, belə aşağı çək. Onda bunun burasında kəsik var, burada da olacaq. Elə bu dairə də az-azda gələcəkmi? Bunun burasındakı bu oyğu görürsən. Bu gəlib bunun buralarına düşəcək. Və burada kəsik olmalıdır. Sonra bunun burasındakı bu var. Bu da gəlib bunun burasına düşəcək. Belə çirkin bir şəkil alır. Burada kəsik olmalıdır. Orada kəsik olmalısa, bu dairə nə gəzir orada? Ümumiyyətlə, o dairə ora gəlib təpə çıxa bilər. Aha, ortadadır, ortada da çıxman əmələ gətirir. Bir dənə yumru başa gedir. Bu olmaz. Bunun burasındakı bu yumru hardan gəldi, çıxdı, olmaz. Sonra Həm də ki, o birislərin heç birində o 4 gün kəsik yoxdur, ona görə A olur. bunun burası bütöv gedir, eləmi? Hadi yuxarıya bütöv gedir. Bunun burası nə belə kəsikdir? Mən bir Həm də hissəsini deyim, dairənin bunun yanındakı. burasındakı oyuq var, Hə, Bu onu yoxdur deyirəm, o bura. birislərdə yoxdur. Burada da yoxdur, bu. Olmalı da. Çünki mən bunun burasından tutub, belə gətirirəm də, bu burada olmalıyım. Bir də AB qalırdı, o da getdi. Başqa neçə var? 28. 128 müəllim. Və buna 1 deyirəm. Bu sağa doğru hərəkət edir. O bir xana gəldi belə. Bir xana gəldi belə. İndi harada olmalıdır o üçüncüdə? Bunda yox. Bunda da yox. İndi altdakı o qara var. O da yuxarıya doğru bir adım gedir. Bunu görürsən. Yuxarıya gedir. O buradadır. Bir dənə iki üstü. Bir dənə çıxdı yuxarıya. Bir dənə yuxarıya getsə ən başda burada qara olmalı. Bunda yoxdur. Bunda var. Çiğ Bəli. tapa bilirsən. Sonra Mən bu 129-u da çəkərsiz, bir dənə skrin edeyim. nə vermişdi abi? D variant. Biraz ölçülərində fərq edib amma. Amma əslində eləməməli. Y alınmaz ağrıqdır. Elə bir dənə yeşil şurada ondan böyükdür. S də olmaz. Boylu çok yığışdıramazsın bunun içine. B ola bilər. B də içini tam dolduramayacaq. Bu içini çıxardım mən də. İki variant arasında qalma olar. Yaxşı, bu işbuzağı hardan qoyub bu? Yəqin bunun burasına beləyik. Üzbuzağını hardan qoyub? Uzun. Buradan.
Bunu tıkılını bura verib. Yekəni də yəqin fırladı bura verib. Buna da 3 desəm. Buna da 4 desəm bu. Yəni belə desəydim. Sonra arkadaşlar dediğini bir yandan 131. çıkarmamış öyle bir. 131. Son dövrlərin qəbul suallarından biridir. 131. Lahan bunu biz eləmişdik axı. Maestro kitabında. Yani biz kub işlememişik bence. Bu demirəmə 131. Park hayal birleşmesi. Ben o derste yoxuydum. Yakın ona göre yazamamışım. Bir Günaydı, Ramiz'di, Sevinç'di, Orhan'dı, Namik'ti, bir de Ayten'di. Yarışmada iştirak ettiler. Her bir iştirakçıya her merhalede bir sual verildi. Müəllim 131. demişdim. 30 30 da deməmişdim. dediler bende. Yok yok. Elə? Mən nə eşitmədim. 30 Demədilər müəllim. demediler. Yox. Ne yapmış? 31. Ha, burada ek süzlere fikir verirsen. Her kubda 3 tane ek süz var. Bak. Bir şeyin ortasında bir kubik olsun. Onun sağı solu birbirine ek süz. Burada 5 tane 4 birbirine ek süz. Evin biri ön divardı, biri arka divardı. Bunlar qovuşmurlar. 5 ilə 4 əks düzdür. Sonra bax aralarında divar var. 6 ilə 2 əks düzdür. Bir də 1 ilə 3 bir-birinə əks düzdür. Birbaş cavabı görə bilsəz İlaham, lap yaxşı. D variantına baxın. 4, 3, yanında da 2. Bunların arasında qatlar var. Belə qatlaya bilərsiniz. Bu 3 dənəni götürün, qutunun üzərində nakit kimi yapışdır. 4 həqiqətən buradadır. Başındakı 3. Bu formadadır. Bunların arasında elə bir qapının petləsi kimi bir şey var. Bunda belə əysən, 2 də belədir. D variant. Məsələn, digər variantları çıxa bilər. Nəyinə görə? Buradakı bu 6, 2, 1 var. 6 ilə 2 dedik bir-birinə nədir? Əks süzdür. Əks süzləri bir-birinə qonşu verə bilməz. Birini görməlisən, birini görməməlisən. Məsələn, 5 ilə 4 bir-birinə nədir dedik? Əks süzdür. Əks süzləri qonşu kimi görənməz. 6, 4, 1. 6 ilə 6, 4, 1. Bu 4 var ha. Bunu bir dənə belə sola tərəf aşırsan, olur belə. 6'nın nöqtələri 4'ün bu nöqtələrinə belə gedir. Belə yan getmir. Bunun nöqtələri buna baxmalıyıq. Bunda səhv olur. Sonra 4, 2, 3. 4, 2, 3 gələ bilər. 4 burada olanda, 3 burada olanda, 2 burada olanda. Hə. Bax, anın da səhvi nədir? 3 ilə 2'nin duruşuna bax. 3 belədir, 2 də belədirlər. Həmin vaxt onların bu ucunun biz yerində nə durub? 5. Buna verib həmin yerə 4. Olmaz axı. Əgər 3 nöqtə belə, 2 nöqtə bu vəziyyətdə durubsa da baş hissəsində 5 olmalıdır. Bu isə altdakı 4'ü yuxarı sarılıb olmaz. Birbaş cavabı görə bilsənsə lap yaxşı. Bazar günü keçəcəm bu. Başqa? 132. Da qalıqlar yazıb deyən. Bəli, bölüb qalıq yaz. 18'i 3'ə böləndə 6 edir, qalıq 0. 21'i 3'ə böləndə qalıq 0. 16'nı 3'ə böləndə 5 edir, qalıq 1 qalır. Şimdi sən də 24 ilə nəyə baxarsan? 6'ya. 24'ü 6'ya böləndə qalıq alınır. 0-dan 2 oldu. 0. 21'i amma 6'ya böləndə 6'a bütün 18, qalıq neçə qalır? 3. 21. C variantı müəllim. Sonra 137 var. 141. 137. 137. 137 bununla 3 dəfədə imtahana düşüb və 2023-cü ildə, təzə ildə imtahana düşüb. Orada sürəti soruşuldu ki, birinin sürəti o birisində nə qədər çoxdur? 5 dəfə çoxdur. Yadınızı saxlayın, birdən düşər kopyası. Baxın, burada bəzi müəllimlər hesablamada da aparırlar. Hesablama aparmaya ehtiyac yox.
başa düşmək lazımdır. Və bu bunun evi. Bu vağzal, avtovağzal. Bu da zavod. Zavoddan maşın yola çıxır. Deyir, bu evindən çıxır saat 8-də burada olur. Bu da zavoddan bilmirəm nə vaxt çıxır. Amma gəlib 8-də burada olur. Deyir, zavoddan çıxan maşın gəlir bu adamı 8-də götürür və aparır bura neçə satdırır? 8:30-da. Ya 8-də götürdüyü adamı 8:30-da satdırırsa da o yol neçə dəqiqə gəlir? 30 dəqiqə. Deməli 30 dəqiqə getməlidir, 30 dəqiqədə qayıtmalıdır. Deməli bu adam zavoddan neçə çıxır maşın? 7:30-da. 7:30-da çıxır ki, qardaş. Yarım saat gəlir yol 8-də bundan görüşür və bunu maşına qoyur 8:30-da aparır zavoda çatdırır. Burası aydındır. Bəli. Bəli. Deyir bir gün bu evdən tez çıxıb. Deyir arvadla dalaşıb çıxır, nə var, evet. Tez çıxıb da, ya da bezir. Gəlib saat 7-də burada olur. O zavoddakı adam nə bilsən ki, dəli saat gəlib 7-də orada olur. Həmişə saat 8-də olmalımış da, taksi normal vəziyyətdə deyir, gəlib onu 8-də götürəcəm. Bu zavoddan çıxan həmişə neçədə çıxır. Bundan asılı olmayaraq, həmişə 7:30-da deyir, çıxaram, gəlirəm 8-də bunu götürüb, abrakı 8:30-da kimi qaytararam. Deyir, gəlirlər bunlar, yolda qarşılaşırlar. Bu piyada gəlir əqindən. Bu da maşınla gəlir. O görür yolun qırağında bu verilənə gəlir. Deyir, hara gəlirsən? Deyir, həm evdən biraz tez çıxdım, arvadla dalaşdım. Dedim, gözüm biraz piyada yol gəlir. Bax, piyada biraz yol gələndən sonra maşın bunu yolda görür. Ev avtovazaldan götürülür. Bunların görüş saatını sordu. Ki, nə vaxt görüşürlər? İndi gör nə deyir. Deyir ki, normalda bu adam həmişə 8:30-da gedib zavodda olurdu, əlini dəyişib işə girirdi. Bu səfər həmişəkinə 20 dəqiqə tez satıb. Yəni, maşın bunu götürüb, aparıb zavoda qoyanda 8:10 olur. Razısınız bundan? Həmişə 8:30-da olurdu, bu səfər 20 dəqiqə tez gəlmiş. Yəni, 8:10-da burada olur. İndi 7:30-da çıxan maşın gəlib eyni yolu, bunu götürüb, abratla gelib qayıdana kimi nə qədər vaxt keçir? 7:30-dan 8:10-a kimi nə qədər vaxt keçir? 40 dəqiqə daha yoldaşlar, sadə bilirik. 7:30-da çıxıb 8:10-da evə qayıdıbsansa da, deməli 40 dəqiqə yolda olursan. Yəni bundan bunu çıxanda 40 dəqiqə edir. İndi o 40 dəqiqəni 2 yerə böləsən. 20 dəqiqə getməyindir, 20 dəqiqə də abratın gəlməyindir. Maşın sürətini dəyişmir. Deməli bu 20 dəqiqə belə yol gedəndən sonra maşın bunu görür və maşına qoyur, gətirir, 8:10-da bura çatdırır. Deməli bunlar neçə görüşüblər? 7:50-də. Bəli. İndi deyir ki, bu müddət ərzində piyada nə qədər yol gəlib bu adam? 7-də vağzalda çıxan adam 7:50-də maşına oturubsa da 50 dəqiqəlik yol gəlib. Bunun cavabı bu. Amma 2023-də nəyi soruşmuşdur? Deyirəm də. İkinci cəhddə qəbul suallarının dəyişdirilmiş forması düşür. Eyni mətndir, eyni sualdır, amma ayrı şey sorulur. Deyirdi ki, adamla maşının sürəti biri-birindən neçə dəfə çoxdur? Bura kimi başa düşürsənsə, bundan sonrası asandır. Bax, Bəli. zavoddan çıxan adam vağzala gedəcək yolu nə qədərlik idi? 30 dəqiqə. Deməli, bu buradan 30 bura 20 dəqiqə gəlib, düzdür? Nə qədər yol geçsəydi vağzala satardı? 10 dəqiqə. Baba, bu arada gördüyün yol var ha. Onu maşın geçsəydi 10 dəqiqəyə gedərdi. Həmin o yolu vağzaldan görüşənə kimi bu adam neçə dəqiqəyə gəlir? 50 dəqiqə. Birinin 10 dəqiqəyə getdiyi yolu, biri 50 dəqiqəyə gedirsə də, birinin sürəti ofisində nə qədər çox? 5 5-dir. budur. Ay güclü hesablamalar aparırlar, x-lər verirlər, t-lər verirlər müəllimlər. Olmaz. Məntiqi sualdır. Və bu düşə bilər imtahanınıza, sürətini sorsa. 2023-də elə sordu. Bu da belə. Başqa. 142. 141.
141, 142. 141 asandır. Baxın, bunun indi mən dilim ölçəşi və ya yoldaşlar deyirəm asandır, nə bilim falan filan. Əlbəttə ki, mən tutmayayım, mənə asan gələcək. O dil vərdişidir. Onu özünüzə təhqir kimi və ya başqa bir şey kimi başa düşün. Dil vərdişi də deyirsən ki, asandır. Bunu bütün müəllimlər deyə bilər. Bunun üzərindəki bu plusla dairə var ha. Onlar sağa doğru gedir 45 dərəcə, yarım periyod. Amma yeşil çərçivəni görürsən, o plusla dairə ona bitişik şəkildə hərəkət edir. Bu isə saat əqrəbinin əksinə 45 dərəcə. Bu yeşil gördüyün çərçivə var ha. Plusla dairəyə baxma, səni çaşdıracaq. Görsən belə meyillidir. Bunu 45 belə sağa, sola aşırsan, bu olur. Bu çərçivəni 45 dərəcə biraz sola əysən, bax görsən bu olur. İndi sən bu çərçivəni 45 dərəcə biraz da sola əysən nə olacaq? Bu qarı oturacaq da olacaq. El Oturacaq qarı olacaq. olan bir dənə yer. İstəyirsən plusla dairəyə bax. Bax plusla dairə çərçivəyə baxma. Sağa doğru yarım gedir. Sağa doğru yarım gedir. Bir dənə də adcana sağa doğru əysən. Plus burada olacaq, dairə də burada olacaq. Bax törpələmdir. Yəni bunlara ayrı bax. Başa düşdük. Bəli, bəli. Başqa neçə var? 142. 142. Hə, bax səbirli olun, axıra kimi izah edəcəm, başa düşəsiz. Düşə bilər imtahana, hə, düşə bilər təkrar. Hər variantda bir şey sortur ha. Deyil 800 dənə saatim var. Bunun 60%-ı ədədin faizini taparkən, ədəd faiz göstərənə vurub 100-ə bölürəm. Bu ən primitiv qayda. 480. Bunun 480 dənəsini 1 satır. Nədən? 50% endirimlə. Bax, o şu məsələni yəqin ki, oxuyubsan. Deyək, qalan hissəsə endirimsiz. Endirimsiz qiymət, yəni normal qiymətə satdığındır. Yenə gəlir əldə edirsən, ha? Prosta həmişə kimi 8 manatdan satırsan. Endirimsiz qiymət 8 manatdır. Bunu 50% endirimlə satmaq, yəni 8 manatın yarısını edir? 4. Bunu 4 manatdan satırsan. 480 dənəsi. 60%-ını 50% endirimlə, yəni 4 manatdan. Bu da neçə edir? 0, 32, 3, 100, 92. 1920 manat buradan pul əldə edirsən. Sonra deyir ki, 800 dənə zəngli saatın 10%-ı, 800-ün 10%-ı nə deyim? 800-ü 10-a vurub 100-ə böləcək. 80 dənə. Bunun 80 dənəsini 30% endirimlə. İndi baxsan ki, ayaqlar 30% endirimlə deyim. 8-dən çıxırsan endirim deyəndə. 8-in dediyi o faiz. Endirimli qiymət tapasın. Bu deyir, bundan bu gedir 24, 2,4. 8-dən də 2,4 çıxanda 2 manat 40 qəpik. Qalır nə? 5 manat 60 qəpik. Deməli, bunu da 5 manat 60 qəpikdən satasın. Bu da neçə eləyəcək? 48, 44 orada. 448 manat da buradan pul əldə elədim. Deyək, qalanını isə, bax, 480-i 1 satırsan. 80-də 1 satırsan. Zəmin nə qədər satırsan? 560. Bəs nə qədər saatın qalıb? 800-dən çıxırsan 560-ı. Eləyir nə? 240. 240-dan əslin isə normal qiymətdən satır. Yəni 8 manat. O bu cümlədir. Bu da neçə eləyir? 32, 16, 1920 manat. Deyək, cəmi nə qədər pul əldə edirsən? Bunu və bunu toplasan, eləyəcək. Səhv eləmirəmsə də 4288. Səhvin deyil. Ora nə misal verəcəksən? Belə baxanda çətin deyil. Deməyəcək 2 manatla 5 manat toplayan eləyəcək. İndi əlbəttə ki, magistr balda bu məsələ olmalıdır, hesablama olmalıdır. Başqa? 145. Bu ədəd rəqəmlərinin hasili 8-ə bərabər olan ədədlərin maksimal olanıdır. Bir şeyin maksimalını deyirsə də, burada verilən rəqəm fən ədədinin birincisidir. Yerdə qalanların yerini ürəyin nə qədər istəyir bir yaza bilərsin. Bir sonsuza kimi. Və səndən soruşur ki, bunun sonuncu rəqəmi nədir? 1. Əgər bir şeyin maksimumunu soruşursa da, burada verilən birinci rəqəm fən ədədinin birincisidir. Sonuncu rəqəm isə həmişə avtomatik 1 şərt daxil edir. Yox, səndən maksimal yox. Minimum soruşsaydı. Sən ədədinin birinci rəqəmi 1-dir.
Sonuncu rəqəmi 8. Tapdıq ki. Bizdən bu misalın sonuncunu soruşur o 1. Birincisini soruşsaydı 8 maksimalda. Minimumda soruşsaydı birinci rəqəmin 1-də avtomatik, axırıncı rəqəmin saat təşrif olmalıdır. Başqa? 148. Bu da 2 dəfə magistr imtahanına düşüb, bir dəfə onlayn sınava düşüb, 2 dəfə də dövlət qulluğu imtahanına düşüb və düşəndə də heç bir şey dəyişməyib. Yalnız soruşulanlar dəyişib. O maketi quracağım, onu skrin edərsən və ya göz yaddaşından da saxlaya bilərsən. Bax, burada deyir ki, oğlanlar var, bir də qızlar var. Deyir, oğlanlar qızlardan 1,5 dəfə çoxdur. Əslində belə yazmalısan. Buna x, buna 1,5. Amma ehtiyac yox. Adam sayı 1,5 olmaz, 2,5 olmaz. Yəni bir adam bir dəqiqə saatda elə şey olmaz. Bunu sən bir dənə vergülünü tulla. Bu nə edir? 15. Bu oğlandır. 15 də nədən 1,5 dəfə çoxdur? 10-la. Tutardı. Həmişə də belə alınacaq. İncə bura yazıram. 5 qiyməti alan oğlan qız. 4 qiyməti alan oğlan qız. Qiymət alan oğlan qız. Görə həqiqətən düz danışır, yoxsa yox. Onda 15 dənə bu tutsadı, 10 dənə də bu tutsadı. Sinifin sayı nə qədər miydi? 25. Görə düz mü danışır? Narahat olmayın, həmişə düz alın. Ehtiyac yoxdur bunu təmin eləməyə. Bəzi müəllimlər edir, baxıram. Amma səhv edir. Onu heç kim təminlə yadda saxlayası deyil. Mən də yaman danışdım, bəzi müəllim. Müəllim, mən birinə 3x, birinə 2x vermişdim, olar? Aldınız da bu. Bəli, bəli. Nə qədər müddət? Yəni biraz gec oldu da, bir 20 dəqiqə falan. İndi onu orada deyəcəksən, Marit xan, eləməyəcək. Deyir, bax, özünü yorma. Bundan gedə bilərsin, tam əmin. Əmin olmadığım sualları görsən, deyirəm, bəlkə o 85 baldan yuxarı görsən də, məcbur oldum ki, aşağıdan o sxemi çəkib. Olmasaydı eləməzdim. Qalan deyir, 2 dənə qız, 8-dən oğlan 3 qiymət alıb. 3 qiymət alan qız nə qədərdir? 2. Oğlan nə qədərdir? 8. Gör, nətə rəqəmlər yerinə oturacaq. Qızların 20% əlaçıdır. Qızlar nə qədərdir? 10. Onun 20% nə edir? Onu 20-yə vurub 100-ə böləcək. Deyir 2. Onda 2 nəfər budsa, 2 nəfər budsa da 4 alan qızlara nə qədər qalır? 6. Bu qiyməti yoxlayacaq. Sonra nə deyir? 4 qiyməti alan oğlanlar sinifin 16%-ni təşkil edir, özünün yox. Sinif 25-dir. Bunun 16%-ni tapanda bölürəm 100-ə. Bununla bunu qısar elə 4. Yox, burada 4. 4 ilə 16-nı qısar elə, burada 4. 4 qiymət alan oğlanlar nə qədər oldu? 4 nəfər. Və yaxşı 8 budur, 4 budur, 12. Buna nə qalır? 15-ə tamamlamaqdan ötəri 3. İndi bu cümləni oxuyuram. Deyir, 4 qiyməti alan qızlar əlatı olanlardan 2 dəfə çoxdur, düz deyir, 6, 3-dən 2 dəfə çoxdur. Bu cədvəli görsən, ola bilsin ki, imtahanda səndən soruşsun ki, 4 qiyməti alan qızlarla 4 qiyməti alan oğlanların fərqi nədir? Bir də o təhlil necədir, onu eləmə. Bu maketi görsən, kopyası düşəcək, 2-də də yəni ötəsindən gələcək. Rahat olun. Birini 10 verin, birini 15 alınacaq. Sonra. Onu özümüzdən götürük müəllim. Yenə Biri 15 olduqdan 1,5 dəfə çoxdur deyirsə də, birini 10 götür, yuvarlaq minimum. Olduqda da bunu 10-u 1,5-ə vuranda vergülü gedir 15 olur. Oradan götür. Bəli. Məsəl üçün 2,5 desəydik, birini 10 götür, birini 25 götür. Bir dənə o vergüldən azad edir. Çünki adam sahib 1,5, bir adam bir də qısası olmaz. Mütləq ki, yuvarlaq bir ədəd olmalıdır, vergülsüz. Ona əsaslanır. Sonra, siz deyil. Hələ bir qəbul tutarmamışıq. Həm qutardı. O birisi qəbuldan 6 var. Məndə 3 var. Qrafiklər. Ən çətin qəbullardan biri də 2011-ci ildə olub. Gör nə qədər masıq test olur. İngilis dilində də belə olur. İnformatikadan da belə olur. Ən çətin qəbul olur.
Məsələsi çox idi. 3. 1 sentimetrimiz neçə kiloqramdır? 100 kilo. 1 sentimetrimiz yalnız saxlayın 100 kiloqram. 1 tonumuz neçə sentimetr? 10. 10. 1 tonumuz neçə kiloqramdır? 1000 kilogram. Və 1 tonumuz neçə kiloqramdır? 1000. 1 tonumuz 1000 kiloqramdır. Bəs etmir. Gəldik nəyə? Yəni sentimetr demək, yəni burdaşların yanına 2 dənə 0 yazmağın demək. Deyir, qrafikə görə ən çox alma yığımı bu almadır. Ən çox alma yığımı qrafikin ən hündür yeri. Yəni nədir? 60 sentimetr, yəni 6000 kiloqram. Ən az armud yığımı. Armud da budur, eləcə kiloqramla verir. Ən az deyilsə də ən alçaq yerinə baxsın. 30. Elə? Deyir, bundan bunu çıxın. 5970. Çıxı Sonra Bir dənə kişiyə baxardınız. baxaq. Müəllim, bir dənə buna gəlmişkən bayaq demişdiniz, birində 2 0 artırmışdıq, 3 0 artırmışdıq. O necə idi? Onda özü birinə 100 demişdi mötərizənin içində, birinə 1000 demişdi. Hə, bildim. 2. 4 rəqəmli ədədin rəqəmlərinin hasili. Görsənmi? Yenə hasil deyil. Deməli, sadə qruplarını ayırasın. Və neçə rəqəmini düzəltməlisən? 4 rəqəmli 1, 2, 3, 4. Bir də bu 120-ni parçalayalım. Sadə qruplarını ayıraq. Sadə qrupları ayırmaq demək, birinci 2-yə bölünürmü onu yoxlayacaq. Olmursa da 3-ə, olmursa da 5-ə. Cüt ədəd olduğuna görə sonu 0 və ya cütlə qutarırsa da 2-yə bölünür. Bölgəsin. Birdən götürüb birbaş 10-a da bölərsin, olmaz da adı üstündə sadə qruplara ayırma. Yəni sadə ədədlərə bölmə. Sadə ədədlər 1-ə bölünə bölünənlərdir. Bu 60, bunu 2-yə bölsən, bu 30, bunu 2-yə bölsən, bu 15, ta 2-yə bölünmədiyinə görə kesilir o birisi rəqəmə. Yəni 3 səhv. Bu 5, bu da 5. Deməli 120-ni parçalarda belə yazdım. 2 vur 2, vur 2, vur 3, vur 5. Deyir, bu rəqəmlərdə 4 rəqəmli ədəd düzəltməlisən. Amma elə eləməlisən ki, birdən istifadə eləməyəsən və bu ən böyük olsun, maksimal olsun. Ədəd maksimum olmaqdan ötəri birinci rəqəmi ən böyük olar. Yəni, bunların içində ən böyük verilən rəqəm nədir? 5. Düz, bunu istifadə elədim. İkinciyə nə verin? 3. Bunun ikisini də bir-birinə vurum. 2 dəfə 2. 4. Onu da bura verim. Bu ikinin də tək sənə qaldı, onu da bura verim. Ödəyir, ödəyir. Həqiqətən vuran da 120 edir və düzəldə biləcəyim bu rəqəmlərdən ən böyüyü budur. Deyərdim, amma demirəm. 4-ü bura verib, bu 3-ü bura verib. İndi daha böyük, eləmi? 5432. Bizə deyir ki, onun birinci rəqəmini tap, 5. Ümid edirəm ki, başa düşdük. Sonra 6 var mənim. 5 yoxdur. Xeyr, 5-i yazmış. Tamam. Əli, bu da dostdur. Heç birinin pulunu bilmirəm. Ən qəşəngi siqritinə yazmaq. Bohmin əvəz etmə edəcəm. Əli dostuna deyir ki, dostum, sən öz pulundan mənə 100 manat ver. Onda Əlinin dostunun pulu 100 manat azalacaq. Əlidə 100 manat çox olacaq. Deyir ki, mənim pulum səninkindən 2 dəfə çox olacaq. Bu da yaş məsələsi kimi. Böyük qalır yerində, kiçiyi vuruq 2-yə. Əli dostuna deyir ki, sən mənə 100 manat versən, mənim pulum səninkindən 2 dəfə çox olacaq. İndi təzədən başa qayıdırıq. Bu ikisindən iqlikdir. Bu bizim birinci tənliyiz. İkinci tənliyi başdaşından vurursan. İkisindən iqlikdən. Tabi bunu unut keçsin. Dostu indi bu səfər Əliyə deyir ki, Əli, sən öz pulundan mənə 10 manat ver. Onda əldə 10 manat azalacaq, dostunda 10 manat çox olacaq. Deyib, belə olan vəziyyətdə dostu Əliyə deyir, mənim pulum səninkindən 6 dəfə çox olacaq. Bu, bundan 6 dəfə çoxdur. Bu yazıq. Bunu vur 6-ya. Bərabər eləyəsən, çox at. 2 dənə tənlimimiz var. Vuraq mötərəzəni açaq birincini. X plus 100 bərabər 2y çıxılsın 200. Aşağıda 6-nı vururam x-ə 6x
çıxılsın 60 bərabərdir y plus 10. Əvəz etmə eləyək. Nəyi əvəz Ə, edir? Bizə nəyi sortur? 50 sortur elə. Onda y əvəz Bəli. edir. Bu 10'u kesildim bu tərəfə. Olacaq 70. Burada da qalacaq eləcə y. O bu y-in qiymətini aparıb yuxarıda yerinə qoyacağım. Tərəzi kimi. O burada yerinə qoyacağım. Qalan hamısını kod ekləyəcəm. Kötüdür. Tamamı başa düşdüm müəllim. Ehtiyac yoxdur Gedə siz yazmayın. bilərsən? Tamam. Bir bax cavabını Bəli, söyləyəcəksən bu təxminə. Sonra 7 bəli. də var. Bir də bəli, 7 də var. Baxın 7'nin axırda rəqəmlərini yazacağım. 7'nin rəqəmləri budur məncə. Ata neçə də yolla? 50 idi deyəsən. Ata 50'dir. 50 idi. Parazit Ata son 50'dir, 10'du. ana O birisi 15'ti, 48'dir. o birisi də 20'dir. Bu 2 dəfə magistra düşübdür. 3 dəfə də dövlət puluna düşüb. Eyni düşüb. Amma yenə də gedişata bax, həyatdır. Dediyim kimi, ikinci turda magistrin qəbul, köhnə qəbul suallarını dəyişib verirlər. Qorxulanı dəyişirlər. Çətin deyil. Odaqlansan asandır. Var ata, bir də var kiçik oğlu, ortancıl oğlu, böyük oğlu. Birinin yaşına A deyərəm, birinə B deyərəm, birinə C deyərəm. Atanın yaşlayıb bu uşaqların yaşları cəmindən 5% çox. Vəziyyət budur. Deyir ki, 10 ildən sonra ata böyük oğlundan, böyük oğlu budur. 10 ildən sonra atan neçə yaş olacaq? Bunun üstüne 10 gələsən. A üstə gedək, B üstə gedək, C, üstünə də 10 gəlsən 15. Böyük oğlu yaşının üzərində nə gələsən? 10 il deyir, 10. 10 ildən sonra deyir, ata deyir, öz böyük oğlundan 2 dəfə böyükdür. Burada da deyir, 2 dəfə. Onun hamısını 2 dəfə deyir. 2. Vurdun, böyüyə bərabər elə. Sonra deyir ki, 20 sonra ortancıl oğlundan. 20 sonra atan yaşının üzərində 20 gəlsən, olacaq bu. A üstə gedək, B üstə gedək. C üstə gəlinsin 25. Düz. Yəni 20 gəldim, 5 də özündə var idi, oldu 25. Bəli. Bərabərdir. 2 vurulsun. Ortancıl oğlu, yəni oydu. Elə. O üstə gələk, o deyirimi B. B üstə gələk 20. Bunu da yazdım. Sonra. 30 yıl sonra. Müəllim, Ha. orada A üstə gəlib B üstə gəlsək plus 25 yazıbsa, orada 35 olmalıdır, plus 35. Yox, 20 sonra deyil ha. Yəni 15-in üstə 20 gələndə. Yox. Bu birinci tənliyə, ikinci tənliyə dəxli yoxdur. Hamısı başdakı bu orijinal şərtlərlə işlənilir. Yadınızı saxlayın. Heç vaxt birindən o birinə keç eləməyin. Düz. Başdakı orijinalla getdim. ABC üstə gələk 5. Demirəm, Bəli. kiçik oğlundan sonra, böyük oğlundan sonra davam elə. Hamısını başdan işləyirəm. Deyir 30 il sonra atan yaşın orijinal budur ha. Bunun üzərinə 30 gəldim. Bu birinə nə işin alırsan? O getdi. 35 bərabərdir. 2 vurulsun mötərəzidə. A üstə gəlinsin 30. Şimdi neyinlə? Bu üçünü də tərəf-tərəfə toplayırıq. Tərəf-tərəfə Tərəzi. toplasan. Hə, tərəzi. 3A, Bəli, onu bildim müəllim, yazmayın. B. Ta gəlmişəm, qoy yazdım. 3C Bəli. plus. Bunları da toplasan 70 neçədir? 35, 25 50, 60, 75. Bunları da vurub atsan 2A, fərqi yoxdur arada nə yaz. 2B, 2C. Plus. Mötərəziləri vurub atsam 20 bu. Neçədir? 60, 120. Elə mötərəziləri vurdum, açdım, topladım. Bu 2A ilə bu A-nın biri gedir, burada qaldı A. 2B ilə buradakı 2B gedir, burada qaldı B. 3C ilə buradakı gedir, plus C. 75 də 120 yanına kesirsən 45. Aparıb ABC-nin yerinə 45 yazsam, üstə gələk 5, ata olur nə? 50. Bizdə nəyə soruşur? Ortancılıq. Bax, gətirib burada yerinə qoyuram. ABC neçə idi? 45. 45 ilə 25 toplayan neçə edir? 70. 2-yə bölsən
35. 20'de çıksan 15. Bunda rəqəmi olacaq. Aparıb yerine qoysan 10. Bu da olacak 20. Bu əzbərə. Bu mütənliğini de yazmaq üçün boş. Çek. Sonra. Salam, mənim axşamınız xeyir. Salam Kənan bəy, hər vaxtınız xeyir. Buyurun yoxlaya bilərsiniz. Tez cavab verin ki, misalımız izahına vaxt qalsın. Aliyə Yusubova, Burada. Arzu Rəhimzadə, Agün Cəfərova, Buradayam. Gülay Əbilova, Burada. İlahə Hüseynova, Burada. İsmail Əlli, Gönçə Vəliyeva, Burada. Ayşən İsmailzadə, Burada. Məmməd Əli Əsgərov, Burada. Fidan Musayeva, Nərmin İmanova, Nüşabə Sadıqzadə, Buradayam. Nuriyə Yusubova, Burada. Nibubət Həsənzadə, Kəlalə Rızayeva, Burada. Türkən Oğuzova, Burada. Vüsal Tanrıverdiyev, Burada. Zeynəb Həsənova, Burada. Zümrüd Məmmədzadə, Burada. Nərgiz Yusufova, Eltaz Məhərrəmli, Gülçin İsayeva, Burada. Fidan İsmailzadə. Burada. Bu qrupla gələn, yəni sırf bu qrupla gələn başqa tələbə qaldı, adı çəkilməyən. Oldu mənim getməyiniz xeyrə qalsın. Sağ olun, tamam. Başka yoldaşlar tez edeyim. 14. 14. 14 inşaatçı, artist, tərcüməçi. Bir şeyler Evet. grubunuzda özünüz müzakere eder misiniz? Müəllim, mən bunu yəni internetdə də yazdım. Yəni tapamadım. Bildim, açılışlarını bildim, amma fərqliliyi nəyə görə Y seçirik onu bilmədim. Ekskavatordu da o niyete fərqləndirəmir. Ekskavator çıxır. Müəllim onu da iş sahəsi kimi çıxartmışdım. Ya ekskavatordu yer qazan. Bunları heç vaxt düz yazamıram. Burada da düz yazamadım 4-5 sınıfda. sene sonra anagram analogiyadır, yaxşı oxuyun. Heç birini düz yazamadım orada. Bu tərcüməçidir, bu inşaatçıdır, bu direktordur, O bu şeydir, artist, direktor. sesədir, bu ekskavatordur da traktor yer qazan. Başqa? 15 var. 16. 15-16. 15'te verilib. Şəkli sağa fırladıb, ağı qara edib, qarana verib. O şəkli götür və buradan sağa döndər. Döndərəndən sonra bunu alır. Eləmi? Ya da bunu alır. 15 idi mənim. Amma 16. Kimisə sual verdi 16. O. Doğru. Yox, 15. 15 sizin imtahanınızın sualı ola bilər. Bax deyil. Evet. Deyir, vərəq belə idi, süd qabına oxşayır. Bir dəfə bunu neynədir? Belə qatladı. Bir dəfə də bu küncdən belə qatlayıb. Belə. Bu bizim marjinal vərəqin harasıdır? Tən ortasıdır. Və sən bundan bir Bəli. dənəsini belə sağa açarsan, bir dəfə də birini sola açarsan. Bundan sola açsan, bunlar az-aza gələcək. Bundan sağ tərəfə açsan, bu oyu gedib bunun burasında olacaq. Sonra bu ox sağa açsan, baş-başa gələcək, bax belə. Burada açsa belə olacaq. Bunu sola tərəfə açsan, oxun arxası belə olacaq burada. Və bu kruznikdə gedəcək bunu bu üçüncü hissəsində. Gör hansı variantı oxşayır. Biri az-azı Hə, yaxın olacaq, biri uzaq. B variantı. İnşallah ki olur. Hə, Mənim növbəti sınaq haçan olacaq? gələn əl. Nəzərdə tutduğunuz bu bazardan sonraki o bir həftə.
Bu bazarı yol Bu öbürsü. bazarı yol öbürsü var. Teşekkürler. Sonra 27. 27, 23 var. 23, 27. Satan var iki dənəsinə. Qurtararsa bu. 23, 27. 20 toplu səhifədədirlər. Yaxşı, 27 buradadır, bunu deyim. Birinci sualım eyni şeydir. Hansı Bəli, müəllim. ildir Prosto alma və bu armud yığımı arasındakı fərq 5970 olur. 2006'da da. Elə bəlkə sual görürsəm, dəyişib ilini soruşur. bəli, prosto onda yazamamışdım. Ona görə bunu da Hə, yazmadım. tamam. Bu 30 kilodur. Bunu da sentinere çevirdik. Yəni yanına 2 sıfır yazdık. Bu da elədi 66.000. 6000'den de 30 çıxdı. 5970'i 2006-cı ildə aldı. Bəli. Sonra 23 var. Burada 30 da var müəllim. Baxacağım. Bu bilən görüm 23 nədir? Hə, 20. Beşə sual ehtimallıdır. Ve burada dəqiq kimlərin yerini bilsən. O 100% dəqiq bildiklərindən biri bu olacaq. Mahiyyəti bizə nədir? 3 nəfərdir. Üçü də 6 dənə komandaya şot verir. Biri deyir 1-ə C çıxacaq, biri deyir 2-yə Y çıxacaq, biri deyir F çıxacaq və s. və elə. Deyir ki, birinci azarkeşin aşağıda deyil. Birinci azarkeşin dediyi bu 6 dənə fikirdən ikisi doğrudur. İkinci və üçüncü azarkeşin dediyi 6 dənə fikirdən 4'ü doğrudur. Baxıram ki, 4-cü yerə hamısı dedi. Bunu səhv götürəsi eləmiş. Bu hamısını bir dənə düzdür. Sonra nə edirəm? Sonrakı götürəcəyin isə 6-cı yerdəki bu Y olmalıdır. O bu ikisinin yerini dəqiqliyinə bilirsin. Cavabı belə yadında saxla. Yerdə qalanları ehtimallıdır. Bax, yazırım. Göylə yazacağım. Burada ta yeni seçibsənsə 6'ya A olmaz elə. Və yeni biz 6'ya vermişsə də başqa yerdə iştirak eləməz elə. Gələk bura. Birdəki bu 2 dənə qoşa C-ni götürürüm, yoxsa F-i götürürüm? Bax, C-ni götürsən. Və C birinci yerə çıxıbsa da, bura nə edəcəm? C-nin üstünə xətt çəkməliyəm. Nə deyirdi? Deyirdi, birinci azərkeşin 2 dənə fikri doğrudur. Yazdım. Bir birinci yerə dediyini, bir də 4-cü yerə. Qalan hamısı üstünə nə edəcəm? Xətt çəkəcəm. Daha yaxşı, 3-ə bu F-in üstünə xətt çəkmişəmsə də, 3-cü azərkeşdə deyil, F-də üstünə xətt çəkəcəm. Onda bura nə qalacaq? A. Nə deyirdi? Deyirdi, bunun 4 dənə fikri doğrudur elə. Biri var, ikisi var, üçü var. Məcbur onlara nə götürüm? F. Tam bunu F götürəndən sonra bunun üstünə xətt çəkməliyəm. Onda buna da məcbur B-ni götürməliyəm ki, 4 dənə yumru olsun. Alınır belə. Hamısını tapa bilirsən, tapa bilirsən. Nəyin şortuna tapa bilirik? 4-cü yerə D yazsam, 6-cı yerə Y yazsam. İndi deyək ki, qayda qala. Bəxtləri biz 1-ə qoşa C-ləri götürdük, amma 3-ə F-ləri götürmədik. Şimdi dala qaydı beləsəm. Bu səfər C-ləri götürmür. Görüm F-ləri götürə bilirəm mi? Bunun üstündən zaten xətt çəkmişik. Yeni də üstündən buradan xətt çəkmişik. Bəxtləri C-ni götürdüm. Şimdi ki, C-nin üstündən xətt çəkeyim. Bura nəyi götürəcəm? B-ni. Düz. B-ni bura götürdümsə da burada B olmaz elə. Bura nə qaldı? C. Bu adamın 4 dənə fikri doğru olduğu yumrutu var. Onda bunun üstündən xətt çəkirəm. A-nı səhv deyil. Onda bunun da üstündən xətt çəkirəm. Buraya F olmaz. Onda F kimə qalır bunların? Ha, bunun 2 dənə fikri doğru oldu. Qalanın üstündən xətt çəkirəm. Məcburam bunu neyəyim? Yumru dairəyə alıb. Ha, 5-ci yerə B deyir, F deyir. Səhvsə tutar. Bu birinci doğrudur da. Ödəyir, ödəyir. Alındı mı yenə hamısını tapa bilərsən. Tapa bilərsən. Nəyin şotuna tapdıq? 4-cü ilə 6-cı yerə birinə D, birinə Y yazsan. Deməli, burada konkret bilinən 4-cü yerdən 6-cı yerdəki Y ilə D-dir. Qalan hamısı ehtimallıdır. Görsən, bir dəfə C götürəndə də alınır. C-ni götürmür, yerinə F götürəndə də alınır. Onlar konkret bilinənlər deyil. Onlar ehtimaldır. İndi deyərsən ki, o D ilə Y-ni götürməyək. Görək nə baş verir. Bu D-ni götürməmə şansımız yoxdur. Zaten hamısı 3 deyil. Amma Y-ni götürməmə şansım var. Görək götürməsək nə olur? Buna nə qalır? A. Birinci azərkeşin 2 dənə fikri doğruydu. Ödədim elə. Qalan hamısı üstünə xətt çəkdim. Ha, bu C-nin üstünə xətt çəkmişəm, deməli bunun da üstünə xətt çəkməliyəm. Burada F-in üstünə xətt çəkmişəmsə, deməli bunun da üstünə xətt çəkdim.
Onu bura nəyə götürəcəm? A-nı. Bəs bura nəyə götürəcəm? B-ni. İkisinin üstünə xətt çəkəcəm. Sonra A-nı bura götürmüşəmsə, bura götürə bilmərəm elə. Və yaxşı, bunun 4 dənə fikri doğru olmalıdır. Hamı 14 dənə yumruqdur. Bir dənə, maksimumda bir dənə yer qalıb, 2 dənə doğru olur. Görsənmi? Buna yeni götürməyəndə misalı həll edə bilmirsən. Deməli, sən ondan asılısan. Onların yeri 100% orada olmalıdır. Yəni, bu misalda bu nəticə çıxır ki, konkret bildiyin 4-cü yerdə D olmalıdır və 6-cı yerdə Y-lər olmalıdır. Əgər bunları verməsən, misal həll oluna bilməz. Və konkretdə bilinən 2 dənə yer onlarıncadır. Cavab D. Ümid edirəm başa düşdünüz. Başka? 30, 33. 30 var müəllim. 30-30. Bir şirkətdədir. Bax, 2 dənə şirkətdir. Bir şirkətin işçiləri digər şirkətin işçilərlə dostluq eləmir. Bu da var idi magistralda. Faiqlə natiq dostdular. Bunlar hansısa bir şirkətdə ola bilər. Buraya yaz, nə fərqi var? Faiq. Buna da yaz natiq. Yunisin bir dostu var. Yunisi buraya yazlanmaram ki, 2 dənə dostu olacaq. Yunisin yeri haradır bura? Və bununla da bərabər burada bir nəfər olacaq. Çünki Yunisin işlədiyi şirkətdə bir dənə dostu var, yəni 2 nəfərdir. Rəsulla Yunis dost deyirlər. Yunis burada açılır, Rəsul buraya yazılır. İlk Natiqlə İlqar dostdular. Onlar İlqarı da buraya yazılır. Səfərin, Yunisin dostu Səfər. Səfər də İlqar dost deyil. İlqar buradasa da Səfər buradadır. Çok buradadır. Deyir ki, Faiqin olduğu şirkətin 13 dənə dostu var. Faiqin 3 dənə dostu var. Özünü saymış. Bəli. Ya 31-ə baxa bilərik müəllim, zəhmət olmaz. 31 baxaq. Bu da onlayn sınava da düşüb, qəbula da düşüb. 2 dəfə iştirak edir imtahanda bu sual. Deyir, zəmbillərdə müxtəlif saydır. Birinin içində 5 yumurta var. Birində 6, birində 12, 14, 23, 29. Hansı deyir zəmbili satsam, yerdə toyuq var, bir də qaz yumurtaları var. Bir hansı zəmbili satsan, yerdə qalanları 2 ilə yerə böləcəksən ki, bir obrisinə 2 dəfə çox olacaq. Əslində ehtimallı sualdır, amma burada cavab bilmir. 29. O bu 29-u qırağa çıxartsan, yerdə qalan yumurtaları elə qruplaşdır ki, nə deyir? Toyuq yumurtaların sayı, qaz yumurtaların sayından 2 dəfə çox olur. Burada bundan 2 dəfə çox olsun. Nə verim? Baxacağım buna 6 ilə 20, 6 ilə nəyi verim? 14'ü verim. Eləsi neçə? 20. Yerdə qalanlarında toyuq yumurtası verim. Nəyi? 12'ni, 23'ü, bir dənə də buradan 5. 5'i götürüm. Toplasam neçə yiyir? 40. Ödüyür, ödüyür. Deməli, sən hansı zəmbili satmalısan? 29'luq zəmbili satmalısan ki, yerdə qalanları toyuğa qaza böləndə 6 yumurtalı, 14 yumurtalı səbət qazınçı olsun. 12, 23, 5 dənə yumurta isə toyuğunçu olsun ki, bir obrisindən 2 dəfə çox olur. Başqa? 24 var. Şəkil açmaqda axırıncı dərsimiz idi. Nə oldu? Başa düşmədik. Bu bizim aydın Elə vərəqin arası. müəllim Burasıdır da. tərəfə. Vərəq bax bütöv idi. Belə qatladım. Sonra da aşağıdan yuxarı qatlayıb ki, bu üçüncü aldım. Bütün variantlarda bu üçüncü elə də. Qoy yerinə. Sağ Hə. variantı düz. E- C də olmayacaq elə. Bir yaxın səbəb bu belədir. Sən bunu aşağı doğru açarsan. Sonra da aldığın yarını bax sola doğru güzgəç eləyəsən. Bunu aşağı doğru açanda bu belə eləmir axı. Duruşu beləsindən olmalıdır. Band. C olmaz. A da olmaz. Bunu aşağı doğru öndəyilir. Özü düşmür axı. Güzgəç də belə eləmir bunu. Olmaz.
Bəli, bəli, başa Nə düşdüm. qalır? B ilə D qalır elə. Onların hansıdır? O da D variantı. Heç B olmaz bax. Orijinal vərəqin özü deyil. Bunu atmağa dəyməz. Cavab D variantı. Başqa? 52. 51. 51'e 35 kim var? Bəli, 38. 35, 38. 38 adi bildiyimiz şifrədir. Hər hərfdən 3 dənədir. Bax. SHF, HFS, FSH. Bu üçü birdir bax. Bir dəfə birinci yerdə S gəlib. Bir dəfə H gəlib, bir dəfə F gəlib. İkinci yerə bax. H gəlib, F gəlib, S gəlib. İkinci yerə bax. F gəlib, S gəlib, H gəlib. Bu digərlərində də belədir. Görə bizdə nə satışmır? Onda C variantıdır. VK'dır. KDV, DVK, başında K gəlib, başında D gəlib, başında nə gələn yoxdur? V. V. İkinci yerdə D gəlib, V gəlib. İkinci yerdə nə gələn yoxdur? K. İkinci yerdə V gəlib, K gəlib, nə yoxdur? D. Səpələnmiş şəkildə baxıb, hər hərf birləşməsindən 3 dənədir. Sonra insan dedik 35. 35'də burada neçə dənə Bəli, kvadrat var? 1 dənə. Burada neçə dənə var? 3 dənə. birdən, üçdən. Onların sayını ya toplayır ya da ki vurur. Bax, burada 1 dənədir. Burada 3 dənədir. Burada da 3 dənədir. Bunlar bir-birinə vuranda nə edir? 9. Bax, 1, 2, 3, 9. 4, 5, 6, 7, 8, 9. Belə bir nəticə deyil. Xətlə ayrılıb. Bəli. Burada neçə dənədir? 2. Burada neçə dənədir? 2. Bura nə qədər veribdir? Bəli, 12. Deməli, neçə dənə olmalı? 3 dənə. 12. Bəli, Beləsinə başa baxanda düşdüm. isə, bax, beləsinə vurub, beləsini isə toplayıb. Yoxsa burada da vurub. Bu 4'dür, bu 2'dir, bu da 1'dir. Toplayan neçə edir? 7. Bax, 1, 2, 3, 4, 5, 6, 7. Yuxarıdan aşağı toplayıb yazır, soldan sağa vurub yazır. Bəli, bəli, başa düşdüm. Sonra, Mənim bir dənə 30-ca baxardınız. Burada məsələn 50 yox, daha böyük ədəd versə necə eləyək? bax, 1-dən 100'ə kimi hər rəqəmdən, 1-dən də, 2-dən də, 3-dən də, 4-dən də, 5-dən də, 6-dan da, 109'a kimi. Hər rəqəmdən, əgər deyirsə də ki, natural ədəd sözünü işlədib, istifadə olunur deyirsə də, onda hər ədəddən, hər 100'ün içində, hər rəqəmdən 19 dəfə istifadə olunur. Yox, əgər desək ki, eləcə, natural sözünü deməsə, 4 rəqəmindən neçə dəfə istifadə edibsən? Prosto şəkildə desəydi, natural da sözünü işlətməsəydi, onda hər 100'ün içində, hər rəqəmdən 20 dənədir. Şərt daxilində olur. Və ya desəydi ki, iştirak etdi. Sözdə işlətsə, iştirak etdi. Bu sözdə işlətsə 19 dənədir. Desə natural ədəddə istifadə olunsun 19 dənədir. Yox, eləcə prostor şəkildə desək ki, 4 rəqəmdən neçə dəfə istifadə olunub, onda 20 dəfə. İndi 51-dən 50-yə qədər neçə dəfə 4 rəqəmdən istifadə olunub deyilsə də neçə dənə olacaq? 1-dən 100-ə kimi 19 dənədir. 50-dən yuxarı 4 rəqəm iştirak edənlər yoxdur, cavablar çıxır. 94 yoxdur. 84 yoxdur. 74 yoxdur. 64 yoxdur. 54 yoxdur. Hər 100'ün içində 19 dənə olmalıydı, amma bizdə 1-dən 50-yə kimdir. 100'lüyə çatmamışıq. Ona görə 1, 2, 3, 4, 5 dənəsini çıxanda nə edir? 14. 14. 14. Amma desəydik ki, rəqəmin özünə qədər istifadə edib, onda 15 də götürdük elə. Çünki 44 20'dən stajyeden 5, o da eləcə də 15. Niyə? Çünki 44'də 2 dənə 4 var, ikisini də sayır. Bəli. Amma belə natural ədəddə deyə istifadə olunur, 44'ü bir dənə ədəd kimi görür. Başqa? 47 var mənim. 47.
Hı. Hə, bu məsələlər təkrar düşə bilərmi? Düşə bilər. Çətin deyil, diqqətlə qulaq asasınız. Bax, Turaldır, Bilaldır, bir də Vüsaldır. Gedirlər kinoya. Tural 5 paket fındıq alır. Bilal həmin ləpələrdən 2 paket alır. Vüsalda nə xənək, heç də almır. Deyir, görüm orada nə yiyəcək? Amma axırda pulunu verəcək. Deyir, bu 7 dənə Mal olarak. paketi aralarında bərabər böldülər. 7 dənə paketi aralarında bərabər nətər bölə bilərlər? Hərəsindən nağdı 2 paket düşər elə. 2 paket, 2 paket, 2 paket. Yerdə qalar 1 paket, onu da 3 yerə bölərlər. Ona görə hərəsindən bir dənə də əlavə olaraq 3də 1 paket düşür. 1 paketin 3də 1-i. Hərəsində bu qədər düşür. O 2 paketdən əlavə olaraq. Hərəsi də bərabər şəkildə gedir. Bax, hamısı 2 paket, bir də 3də 1 paket. 2 paket, 3də 1 paket, bir də 2 paket, 3də 1 paket. Axırda deyir Vüsal, Turala 1 manat 40 qəpik pul verir. Vüsal deyir ki, qardaş, mən paket zad almamışdım, yemişəm sizin içindən. Cəmi nə qədər midibdir? 2 paket, bir də 3də 1-i. Deyir, onun pulunu hesablayır ki, 1 manat edir. Verir bunu kimə? Turala. Biz də hesablayaq görək. 2 paket, bir də 1 paketin 3də 1-i. 1 manat 40 qəpik nə qədər puldur? 1 manatımız 100 qəpik, o da 40 qəpik. 140 qəpik eləyir. Ya bunu kassadan azad eləyir. 3-ə vuraq. 6 paket və gəlinsin. 1 paket bərabərdir. Bunu 3-ə vursam 420. Onu da 420'ni 7'ye bölsəm 420 7'ye bölsəm nə olur? 60. 60. Deməli, bir paket ləpənin qiyməti 60 qəpiymiş. İndi deyir ki, bəs Bilal Turala nə qədər pul verəcək? Bilal deyir ki, qardaş, mən 2 paket, bir də bir paketin 3də 1-ini yemişəm. Elə bu 2 paketini özüm almışdım. Daha mən 3də 1 paketin pulunu da verəcəm. Əlavə bu qədər yemişəm. Paketin qiyməti neçədir? 60. 60'ı 20. vurarsan 3də 1-i. 20'e gəl pul verəcək. Bunlar nətər dostlar? 20 gətirdikləri. Saat 20 gəlir. Saatında yox. Sonra 48 də var. Bir de 48. Bir tane de var. Tamam. Valideyn və uşaqlar var. Yazıram. Valideyn, bir də uşaqlar. Heç hansını sayını bilmirəm. Bunu x götürürəm, bunu da y götürürəm. Deyir ki, valideyn və uşaqların iştirak etdiyi şənliyi 5 valideyn tərk etdikdə valideyndən 5-i azaldı. Hələ uşaqdan heç də azalmıyor. Belə olan halda deyir, uşaqların sayı valideynlərdən 3 dəfə çoxdur. Bu, bundan 3 dəfə çoxdur. Ona görə azı vururam 3-ə, bərabər edirəm çoxa. Bax, bunun bəlkə məsələdən fərqi bilsə nədir? O ata məsələsi var, yaş məsələsi. Burada proses davam edir. Bax, Azərbaycan dilinin yaxşı olmalıdır. Daha sonra, yəni bu hadisədən sonra 25 dənə də uşaq gedir. 25 dənə uşaq getdi, 5 dənə də valideyn getmiş. Daha sonra, yəni hadisə davam edir, bununla davam edirsə. Amma orada o cümləni işlətmirdi. Uşaqların sayından da 2 dəfə az oldu. Bu səfər isə deyir, yenə valideynlərin sayı uşaqların sayından 2 dəfə az oldu. Azı vururam dediyi dəfiyə çoxa bərabər edir. Buradan da y-in qiymətini gətirib yerinə qoyub tapacaqsan valideyni də uşağı. Yazdım yoxsa yox? Değil ben bu şuştum. Və maketi budur. Hə. Sonra deyil sonrası bu qəbul tutar. 50. 52 var. 50'ye kim? Ha, Deyil 50 sonrası için bu qəbul tutardım ben. tutaraq gələn səfər ortasına keçək. Aynen. 50 var dedi və kimsə. Ay yoldaşlar, bu qəbuldan sualınız qaldı yoxsa yox? Değil ben tutardım ben de. Bu 50 dənədən sualımız yoxdur ki. Səs gəldi. Xeyr müəllim. İngilis Xeyr, müəllim. çəkdik biz. Vaxtımız olanda müəllim bu sualda baxa bilərik. Vaxtımız olanda hansı suala baxaq? Ay Qurcuq xanım. Onu mən aça bilmirəm axı.
Screen edeyim ki qrup atın baxım. Bir də bu sualı. Müəllim, mən qəbul tipli olan şirinsay və ovtun məsələsinə baxmışam. Ovtunu həm bildim, amma digərini deyil. Onun izahı barədə videonuzda səhvləmə atarsınız. Şirinsay məsələsinin izahı yoxdur. Onun rəqəmlərini əzbərləyəcəksin ya da bir yerə yazıb gedərsin, qovulur. Onun həlli ehtimalı da uzun gedir. Rəqəmlərini deyə bilərəm. Hə, doğrudan ovtu ondan asandır. Fail aparmağa icazə versə etmək olardı. Fail vermirlər. Bu üçün çox yaxşıdırların təşəkkür bilmirəm nə yaxşı idi. Gönçə xanım, nə sualınız var? Orada bunker atıb müəllim, bunker sualıdır. Onun sualı. Attın qrupa, baxın. Mən atım yoxsa özü atar? Nə hansı list baxımdır? Bunkerlə bağlı sual. Müəllim, mən atdım bu deyəsən. Hə, odur. Hə, bu mu? Yaratmadı da var. Biz əlavə olaraq da dövlət pulunun suallarını işləməliyik, ya yoldaşlar. 62 dənəsində, eləmi? Qalıb orada. Bax, bazar günü nə işiniz var, ləğv edin. Saatını deyəcəm, nə vaxt dərs alacağım. Oturun, kubları izah edəcəm. Bir də ki, əlavə nə suallarımız qalıb onu. Bazar bizim avantajımızdır ki, önə keçək. Gəzməyə zaten sonra gedərsin. Gedin, axşam tərəfində salarım, gündüz gedinə qədər gəzsin. İşiniz var, hər gün. Gündüz eləsə olar, müəllim əlavə. Səhər sualımız olar Ya mı? səhər Axşam eləyəcəm, ya da ki, axşam. axşam toyda Özüm işim var. başa bilməyəcəyik. Nətər? Axşam Axşam boşa bilməyəcək. toydayıq işte. Ona görə. Mən də. Zeynəb ilə həmən. Niyə? Toydasınız? Bəli. Yata tapdım ha. Burada nə qədər var? 1, 2, 3. Suallarınızı əvvəlcədən verərsiniz, izah edərəm. Sonra kayda baxarsınız. Yəni, mən də başqa əlavələrim var. Təhsənə süd ötmüklərim də var. Bəli. Dövlət hüquqçularım da var. Mənim də bir bazarım var. Yəni, hamınızın vaxtlarınıza uyğunlaşamıram. Nəzərə alarsınız. 1, 2, 3, 4, 5. Sayırsız bu nə qədərdir? 32 dənədir. Bəli, O mən bunu izah tapılışına var ki, edirəm. variantı birini topladı. Eləmişsiniz. 12 bu, 4 bu, 16, 26, 30, 32 dənədir. Bax, bunkerdən tökülən şarlar maneəyə dəyəndə bərabər şəkildə bölünür. 16 bura, 16 da bura. Şimdi bu kanaldan 16 gəlir, bu maneəyə dəyir. 8 bura, 8 də bura. Bu 16 gəlir, bura dəyir. 8 bura tökülür, 8 də bu kanala bərabər şəkildə. Burada yolu bağlayıb, yəni sağ tərəf heç də kesilmir. 8 gəlir, bu maneəyə dəyir. 4'ü bu kanala, 4'ü bu kanala. 4 gəlir buradan, bu maneəyə dəyir. İkisi bura tökülür, ikisi bura. Bu tərəfdən heç də gəlmir, elə 4'ün özü gəlir. Bura dəyir, ikisi bura tökülür yuvaya, ikisi də bura. Şimdi buradan 8, 8, 16 sürtüb gəlir bura. Buradan da bu 8 gəlir, bu maneəyə dəyir. 4'ü bura tökülür, 4'ü də bura. 4 ilə 6'nın cəmi, 16'nın cəmi 20. Buraya 20 dənə gəlir, bax. 20 gəlir, buna dəyir. Onu bura tökülür, onu da bura. Bu 4 buradan gəlir. Bu maneəyə dəyir, ikisi bura tökülür, ikisi də bura. Deməli, birinci yuvada 2 dənə, ikinci yuvada 2 ilə 10'un cəmi 12. Burada da 12. Burada da 12, 12, 4. Burada da 2. Hansı variantdır? B. Hı. Başa düşdük. Ürəyiniz nəsliyi sual verə bilərsiniz. Bəli. Standartlar daxilində. Tamam, deməli biz nəyə baxdıq? 2 dənə 2009'dan qəbul. 2010'a ilə Bəli, qaldı nə 11'imiz elə. bəli, Evə nəyə götürürsünüz? 2012 ilə 2013'ü. bəli. Amma 2013'ün 3 dənə variantı var. A, B, C. Qorxmayın, birini işlədin, o birlər ona oxşardır. Amma üçünü də işləyəcəksiniz. 2012'ni bir də 2013'ün 3 dənə variantı var. Açıq baxarsınız. İçində onların da var, qəbullar da var. Möhtəşəm bir şey. 2013'ün içindən imtahana sual düşmə ehtimalı daha böyükdür. Bunu da dedim. Heç də gününüz uğurlu olsun, gecənizə xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Tamam.